Məsələlərdə irəliləyiş yoxdur. Korrupsiya hər zaman kimi davam edir. Monopoliyalar əvvəlkindən də güclüdür. Üstəlik də ki, insan haqlarının pozulması, repressiyalar yenə də total şəkildə davam edir. Haqq ədalət deyilən bir şey yoxdur bu məmləkətdə. Məhkəmələrin sifarişinin işləməsi davam edir. Azadlıqlar yoxdur. Və bu gətirdi o vəziyyətə çıxartdı ki, xüsusən də xərclərin artmasını da nəzərə alsaq, biz başa düşürük. Qarabağda böyük quruculuq işi gedir, orada böyük miqdarda pul tələb olunur, bu aydındır. İndi onun pulu nə dərəcədə düzgün xərcləyirlər, bunu tendersiz həyata keçirirlər. Tenderdə bir monopoliya yaradır. Bu da hamısı ciddi bir məsələdir. Ancaq hər halda ora pul lazımdır, bunu başa düşürük. Amma bu pulu tapmağın yolları var axı. Bu pulları sən onsuz da kasıb vəziyyətdə yaşayan əhalinin qaz pulundan, işıq pulundan, su pulundan çıxacaqsan. Bütün sahələrdə gömrük olsun, müxtəlif rüsumları artırırsan, bütün xidmətlərə və məhsullara görə rüsumları, aksiz göstəricilərini artırırsan, bu qədər xalq soyumu olmaz. Bu, yəni, mən bu sözü xoşlamıram, ancaq bu partlayışa aparan bir prosesdir. Fakt odur ki, bu məsələ partlayışa doğru aparır və biz bunu istəmirik. Biz deyirik ki, proseslər normal şəkildə davam eləsin. Və biz hesab edirik ki, doğrudan da Azərbaycan xalqı Şuşanı, başqa torpaqlarımızı, İranla sərhədlərimizi, Ermənistanla sərhədlərimizi azad eləmiş Azərbaycan xalqı yaxşı yaşamağa layiqdir. Həm qadirdir, həm də layiqdir. Və biz hesab edirik ki, qalib Azərbaycan xalqına bu cür münasibət bəsləmək olmaz. Azadlıqlar verilməlidir, həm iqtisadi, həm siyasi azadlıqlar verilməlidir, həyat səviyyəsi yüksəlməlidir, ölkədə haqq ədalət bərqərar olmalıdır. Bu mütləq olmalıdır. Bunun variantı yoxdur. Bunu hakimiyyət etməyəcəksə, xalq hansısa şəkildə yolunu tapıb eləyəcək. Bunu hakimiyyət dərk eləməlidir, başa düşməlidir. Sabah maraqlı hadisələr olur. Mənə çox maraqlıdır.